Bakıda yük maşınları toqquşub, amma sürücü xilas edilib. Fövqəladə Hallar Nazirliyinin 112 telefon xəttinə paytaxtın Yasamal rayonu kənar dairəvi yol nəqliyyat qəzasının baş verilməsi, vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirərək Mercedes Sprinter və şablon markalı avtomobillərin iştirakı ilə yol qəzası hadisənin baş verdiyi və sürücü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub. Xüsusi xilasetmə vasitələrinin köməyi ilə Mercedes Sprinter markalı avtomobilin sürücüsü 1988-ci il təvəllüdlü Cavad Orxan Əlcavid oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil verilir. Onlar tərəfindən araşdırma aparılır. Allah sürücülərimizi qorusun. Reportajı hazırladı və səsləndirdi Haqq Səsi TV1 müxbiri Hüsalə Fəzali qızı və efirə verdi Haqq Səsi TV1-in rəhbəri Elxan Müzəffəroğlu.